أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء محمد وعلى أهل بيته الطاهرين عليهم السلام. Bugün Həzrəti Məsumə Səlamullahi əleyhanın doğum günüdür. Təbrik ərz edirəm. İnşallah Allah və haqqı Həzrəti Məsumə bizə tövfiq inayət eləsin ki, bu mah Zilqədə və Zilhəccə Eid-i Qurbana kimi inşallah yaxşı faydalanaq və gecə gündüz Allaha iyi bir qul olaq. Bir nüqtəyi xidmət sərzinim ki, istəyək ki, ailənin içində Allahın mehr və məhəbbəti bizə şamil olsun. Gərək Əyyamullahdan istifadə edək. Allahın bu ayları ki qərar veribdir və bu aylarda biz qullarını dəvət edibdir ki, Allaha ibadət edək və faydalanaq və Allahın məğfirəti bizə şamil olsun. Bu önəmli bir mətləbdir ki, əgər qarı qoca, çocuklar evdə bunu riayət eləsələr, baxsalar görsünlər ki, məsələn, bu ay hansı ayıdır? Məsələn, örnək gətirəm, bugün Zilqədə ayı başlayıb. Həzrəti Məsumə Səlamullahi əleyhanın doğum günü. Həmin ki, biz bilirik ki, Məsumdan yetişibdir ki, Həzrəti Məsumənin ziyarəti bir qapıdır ki, behiştə açılır. İnsan gərək ailəsinin içində vaxtı bu günlər yetişir, məsələn, doğum günlər yetişir. Mesela Həzrəti Məsumə Səlamullahi əleyhanın doğum günü. Bir işi gərək görək, yəni o birisi günlərlə gərək bir fərqli bir gün ola. Əgər biz istəyirik ki, ailəmizi tərbiyyət eləyək, ilahi bir tərbiyyət eləyək, gərək bu cür şeylərə çox diqqətimiz olsun. Bir şəkildə olmasın ki, gecə günü geçsin, aylar geçsin və bizlər heç bir iş əncam verməyək, ailəmiz bilməsinlər ki, nə ittifaq düşürük, bu gün nə günüdür, bu ay hansı ayıdır. Yəni, bu cür boş-boşuna keçirtmək düz iş deyil. Hər zaman ki, bir dənə şəair-i ilahi bu ayların içində olsa, bu günlərin içində olsa, biz o fürsətlərdən istifadə edək. Məsələn, bugün əgər Həzrəti Məsumə Səlamullahi əleyhanın doğum günüdür, adam gərək bir iş görək ki, fərqli olsun o birisi günlərlə. Məsələn, iyi bir yemək düzəldə, ya məsələn, bəzilər tatlı alırlar, bəzilər dondurma alırlar, bəzilər gül alırlar. Yəni, bir şəkildə olsun ki, biraz fərqli olsun ki, evin içində bilinsin ki, bu gün fərqlidir. Bilələrinə soru zehnlərində icad olsun ki, niyə bizim babamız bu işi gördü, annamız bu işi gördü? Sonra onlar otursunlar, anlatsınlar ki, bugün Həzrəti Məsumə Səlamullahi əleyhanın doğum günüdür. Bugün Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləmin doğum günüdür. Həzrət Əli əleyhissalam, Həzrət Zəhra Səlamullahi əleyha. Bu şəkildə ərz edirəm. O tərəfdən də biz bilirik ki, Zilqədə ayı və Zilhəccə ayı çox önəmlidir. Mübarək Ramazan ayından sonra önəmli bir aylardandır ki, əgər bir kəs oruçluqda Allah biləsin bəğişləməyibdir, Allahın məğfirəti ona şamil olmayıbdır, Allah bu 40 günü qərar veribdir, Zilqədə ilə Eid-i Qurbana kimi ki 10 gün olar, cəmən olur 40 gün. Bu 40 günü qərar veribdir ki, insanlar istifadə eləsinlər, faydalansınlar və Allahın məğfirətinə əl tapsınlar. Biz gərək evdə bir iş görək ki, bu 40 gün fərqli olsun. Əgər bir seri əmal vardır, Məfatihül Cinanda yazıbdır, ya bəzi kitablardan məsələ İqbal Seyyid İbn Tavus, baxaq görək bunun əmalı nədir? İnsan bir desin evdə ki, ilk bazar günü ki vardı, bu gün hər kəs bir dənə əməl vardı, qusl eləyə və namazı var. Bu namazı qılar, sonra bir cümləyi var, Allaha deyə, Allah sən məni bağışlayacaq, Allah bunu bağışlayacaqdır. Bu önəmlidir və Allah insanı günahdan pak eləyər.
Bu namaz o qədər əhəmiyyəti vardır ki, məsum təkid edibdir. Bizim Evliya ilahi təkid edirlər ki, bu namazı qılın. Namaz tövbə, qusl tövbə və namaz tövbə mah Zilqədə. Mümkündür bəzilər desinlər ki, xub biz muvaffəq olmadıq o günlərimə qusl tövbə eləyək ya tövbə namazını qılaq ki, o cür ki, Məfatül Cinəndə gəlibdir. Aya bizim əlimizdən çıxıbdır ya yox? Cavabı budur ki, yox, hələ çıxmayıbdır. Çalışın ki, ilk bazar günü elə bu işi görün. Amma əgər görənmədiniz, o birisi bazar günlər, o birisi günlər bu işi görün. Fərq eləməz. Amma önəmli şey ki, yenə də sıxmət sərz edirəm, evdə gərək bir iş görək ki, hamı bilsin ki, bu ay Zilqədə ayıdır. Bu ayın bir seri əmalı vardır. Bunları hamı bilsin, alışsınlar ki, Zilqədə ayında nə işlər görərlər. Zilqədə ayında insan gərək əməllərinə diqqət eləyə. Zilqədə ayında və Zilhəccə ayında gərək insan o günahları ki, bilir o yerdən Allahdan uzaqlaşsın, o günahlardan kəndisini qorusun. Allahdan istəsin ki, Allah məni qoru günə. Mən istəyirəm ki, bu 40 günü pak qalım. Amma ən böyük Allahın zikri əməli zikridir. Əməli zikri nədir? Budur ki, insan kəndisini haramdan qorusun. O yerdə ki, harama mübtəla olsun, oradan qaçsın. O yerdə ki, vacibdir, o vacibi yerinə getsin. Yəni, Allahı yad eləsin halal haramında. Halal yerində o halalı yapsın, haramında da haramdan kəndisini uzağa çəksin. Buyururlar ki, zikr bu deyil ki, fəqət deyəsiz Subhanallah və Elhamdülillah və La ilahə illallah və Allahu Ekber və ayrı zikrlər. Buyururlar zikrullah indəl halalə vəl haram. Bəs buna deyirlər zikr əməli. Be qol Həzrət Ayətullah Bəhçət çox bu istilahı işlədərdi. İnsan gərək əlavə bər bu ki, zikr lisanəsi ola, dildə zikr ola, gərək əməli zikri də olsun. Yəni, haramlardan kəndisini qorusun və vacibatını yerinə getsin. Bu mətləbi istədim ərz edeyim ki, bugündən ki, Zilqədə ayı başlayıbdır, kəndimizə çox diqqət edək, bu 40 günü çox müraqib olaq nəfsimizdən və mühasibəmiz olsun. Gerçəkdən Allaha yaxınlaşaq, Allahdan mədəd istəyək, yardım istəyək. Allah səni özün bizə kömək eləcinə. Şeytan istəmir ki, biz Allaha yaxınlaşaq. Ona görə bizim həvai nəfsimizi təhrik edirik və insanın bu nəfsə əmmara ki var idi, onu ki təhrik edir, nəxub nəfsə əmmara da insana əmr edir ki, kötü işlər görsün. Biz gərək Allahdan mədəd istəyək. Allah, sən bu 40 günü bizə yardım elə. Bizə yardım elə ki, bu əmmara nəfsindən xəlas olaq və kəndimizi yuxarıya çəkək. Bəlkə inşallah biz də əhl-i məğfirətdən olaq və Allahın iyi bir qullarından, salih bir qullarından inşallah olaq. Mən ailə huzurundan da bir mətləb istifmət sərz edeyim. Al-İmranda 159-cu ayədə gəlibdir ki, فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ. Allah Teala Al-İmran surəsində 159-cu ayədə buyurur ki, Allahın rəhmətin səbəbi ilə siz müminlər bir-birinizin qarşısında yumuşaq və mehriban və məhəbbətli olmuşsunuz. Əgər ürəyiz daş olsaydı, لَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ əşin olsaydınız, ətrafınızdan bu möminlər dağlardılar. Və sən onları bağışlayınə və onlara tələb amuzəş eləyinə ki, Allah onları bağışlayınə. Bu cələsədə istəyirəm ərz edeyim ki, əgər qarı qoca ya baba anna çocuklarına nisbət, əgər huyları yumuşaq olmasa, buna bənzəyər ki, məsələn, qarı qoca daş kimin olsunlar. İki dənə daş bir-birinə nisbət nə halları vardı? Bir-birinə sürtüşsələr də görmüsünüz də od çıxar.
Amma əgər yumuşaq olsa, hamıncır ki ayədə buyurur, فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ. Əgər yumuşaq olsa, bu ittifaq düşməz. Bir dənə yastıq görmüsünüz də, insan vaxtı ki başını qoyur bu yastığa, baş gedir özünü, halətini yastıqda tapır. Əgər bunu, məsələn, indi yastıq bir dənə sərt bir şey olaydı, insan başını qoyanda rahatsız olar. İnsanın xuyları da bu cürdür, əxlaq da bu cürdür. Əgər qarı qoca bir-birlərinə xuyları yumuşaq olmasa, daş kimin olsa, bu bais olar, bu səbəb olar ki, o rəhmət və məvəddəti ki Allah Teala bu evliliklə vermişdi, o aradan geçsin. Allahın rəhmət və məvəddəti əgər istəyək ki, dəvam tapsın, bu mehr-u məhəbbət qarı qoca arasında dəvam olsun, gərək bir-birlərinə yumuşaq olsunlar. Hamın ki buyurur, فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ. Bu yumuşaqlıq əsasdır, yəni bir dənə rəvişdir. Amma əgər ailələrdə qarı qoca bir-birinə sərd olsalar, bu yaşayış, yəni soyuqluq icad olar. Soyuqluq ki oldu, bir-birindən ayrılarlar. İki dənə daş görürsünüz də bir-birinə təhəmmül eləməz. Dəysələr bir-birinə mümkündür tikə parça olsunlar. Amma əgər yox, yumuşaq halət olsa, məsələn, əgər ağa bir söz dedi, xanım yumuşaqlıq nişan versin. Əgər xanım bir söz dedi, ağa yumuşaqlıq nişan versə, heç bir ittifaq düşməz. Yəni, hərəsi bu səbəbdən faydalansalar, bu zindiqanlıq nişad tapar. Mehr-u məhəbbət hakim olar, davamı olar. Bəs bu yumuşaqlıq sifət çox önəmlidir. Amma əgər qərar olar ki, biz sinirli insan olaq, heç bir şeyi təhəmmül eləməyək, qarı qoca bir-birinin əxlaqını təhəmmül eləməsinlər. Bir zaman var ki, qarı qoca bu xuylarını əski zamandan gətiriblər. Bu gərək bir-birlərinə təhəmmül eləsinlər, yavaş-yavaş ta bu kötü xuylarını tərk eləsinlər. Amma əgər biz çalışaq ki, bir-birimizi xurd eləyək, yəni aradan aparaq, iki dənə daş kimin olaq, iki dənə daş ki bir-birinin dəysə, ikə parça olar, xurd olarlar, bir-birini aradan apararlar. Ona görə ərzim budur ki, bu فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ ki, Allah Teala Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurur, əgər qarı qoca bu mətləbə diqqət eləsələr, insan bu yumuşaq sifəti özündə hakim eləsə, mehr-i məhəbbət də icad olar. Bu yumuşaqlıq gərək davamı olsun. Hər zaman əxlaqımız sərd oldu, o qarşıdakı qorxacaqdır, özünə halət difai tutacaqdır və etimadı əldən gedər. Bir-birinə sərdlik nişan vermək, misli daş kimin olmaq, bais olar ki, mehr-i məhəbbət aradan geçsin. O mehr-i məhəbbəti ki, Allah Teala evliliklə bu qarı qocaya inayət eləmişdi, bəxti bu əxlaq bizdə olmadı, فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ. Bu yumuşaqlıq olmasa, o mehr-i məhəbbət ki Allah veribdir, o da aradan gedəcəkdir. Ona görə ərzim budur ki, bəzi faktorlar var, bəzi usul var. İnsan yaşayışında, evliliklərində gərək riayət eləsinlər. Bir dənə də önəmli bir bəhs bu yumuşaq sifət insanda olmaqdır. Bu mümkündür bəzilərdə qərizə ola, yəni sirişdiləndə ola. Əslən bəzilərə baxırıq, adam görür ki, bu çox yumuşaqdır. Bu yəni Allahdan vermiş bir şeydir. Amma xob, indiki Allah verməyibdir, eləyənmərik ki, bu xuyumuzu yumuşaq qərar verək. Niyə? Eləyə bilərik. Müntəha zəhmət istəyir. Gərək çalışaq ta bu yumuşaq xuyu ələ gətirək. Ona görə burada deyirlər ki, əgər sizdə qərizi bir şey, bu iyi bir sifət qərizi olmasa, orada gedir iktisabiyə. İktisabi yəni gərək ələ gətirəsiz, kəsbi olur. Gərək ələ gətirəsiz. Ələ gətirməkdə xub zəhməti vardır, zaman aparar. Bu cür deyil ki, məsələn, insan elə bir dəfə desin ki, mən
Mesela bir günde onu ələ gətirirəm. Nə, zaman aparar. Bunda gərək insan çalışsın ki, bu yumuşaq sifəti ələ getsin. Yerində məsələn gəlir tartışma olsun, elə ora o yerdir ki, gərək yumuşaqlığı bəlli eləsin və nişan versin. Yumuşaq olsa görəcəksiniz ki, tartışma aradan gedir. Biri ən azı budur ki, gərək yumuşaq olsun. Və əgər ikisi də yumuşaq olsalar daha iyi olar. Və bu yaşayış ki, bu qarı qoca arasında Allah Teala inayət edibdir, bu mehr و məhəbbət daimən izafə olar, əlavə olar, çoxalar. Bu mehr و məhəbbət əlavə bər bu iki nəfər çocuklarını da sirayət edər. Onlarda da elə bu halət tapılar. Onlarda da qalmaz. İnsan əgər bu qarı qoca əgər yumuşaq olsa, əlavə bərin ki, çocukları da yumuşaq olar, mehr و məhəbbətli olar, yavaş-yavaş qonşuya da, qonşularına da sirayət edər. O yerdə ki, çalışır, idarədir, elə orada sirayət edər. Orada da elə bu yumuşaq əxlaq bais olar ki, o birisi yoldaşlar ki var idi, onlar da idarədə bunun iyi əxlaqından faydalansınlar. İnsan hətta əgər musafirət, səfərə gedir, fərq eləmir. Əgər bu xul insanda olsa, hər yerdə öz faydasını göstərəcək, mehr məhəbbət gətirəcəkdir. İndi ya qarı qoca arasında olsun, ya baba ana çocuklarının barəsində olsun, ya qonşular barəsində olsun, ya famil barəsində olsun, fərq eləmir. Bu xuy əgər qərizi bizlərdə olmasa, gərək çalışaq ki, onu ələ gətirək və bu da zaman aparar. İnsan da gərək bir şey istəyir, ələ getsin, vaqən gərək üstündə çalışsın, onu qəsd eləsin, niyyət eləsin ki, mən istəyirəm bu yumuşaq sifətə yetişəm, mənim xuyum gərək yumuşaq olar. Əgər bunu qəsd eləsə, Allah o lütf və kərəmi ki vardır, biləsinə inayət eləyər və insan yavaş-yavaş çalışmağı ilə o yumuşaq sifəti və xuyu ələ gətirər. Allah və haqqı Muhammed və Ali Muhammed və zuhur Həzrət Vəliyyəs əleyhissalam təcil eləsin, düşmənlərin şərrini özlərinə qeytərsin və inşallah müsəlmanlar در سایه ظهور و سلامتlik ki Həzrət Vəliyyəs əleyhissalamın zuhurunda var, inşallah eləyə bilsinlər ki, iyi bir yaşayışları olsun, səlamətlik ilə, afiyyət ilə, inşallah kamil əql ilə eləyə bilək ki, Həzrətin zuhurundan faydalanaq. Allah və haqqı Muhammed və Muhammed elm nafi və əməl salih bizlərə inayət eləsin. Aqibətimizi xətmi bi xeyr eləsin. Allah və haqqı Muhammed və Muhammed kendi sifətləri ki vardı, əxlaqı vardı, bizə inayət eləsin və bizdə də Allahın o iyi bir sifətləri ki vardı, iyi bir əxlaq və sifəti ki vardı, bizdə də zuhur tapsın. Və haqqı Muhammed və Ali Muhammed.